Bəqərə surəsi 8-ci ayənin qrammatik təhlili. Və minən-nəsi mən yəqulu əmənnə billahi və bil yevmil axiri və mə hum bimü'minin. İnsanlardan inanmadıkları halda Allaha və axirət gününə demək inandıq deyən kimsələr də vardır. İndi keçək təhlilə. Vəv başlama hərfi minən-nəsi insanlardan vardır. Tərkibi minün qoşması ən-nəsi ismindən ibarətdir. Xəbər müqəddəmdir. Şibh cümlə gedir, yəni cümləyə bənzər gedir. Mən, kimsələr, bu əvəzlikdir. Mübtada müəxxar, sonda gələn mübtədadır, hallanmır. Yəqulu deyirlər, indiki gələcək zaman feilidir. Qalə feilindən törənib, üçüncü şəxsdədir və kişi cinsindədir. Əmənnə bi. Yəni bu əmənnə bi ön qoşması ilə işlənir və vasitəli tamamlığın önünə keçir. İnandıq feilin 4-cü babındadır. Sonra billahi Allaha bi ön qoşması və Allah kəlməsindən ibarətdir. Bi ön qoşması Allah kəlməsini yalına salır. Buna car və məzrurda deyirlər. Vəv burada bağlayıcıdır. Bil yevmil axiri, axirət gününə uzlaşan təyini söz birləşməsidir. Sifət isim əlaqəsidir. Demək, bunlar 4 hala görə uzlaşmalıdır. Cins, hal, müəyyənlik və qeyri-müəyyənlik və kəmiyyət uzlaşmalar özünü gözləyir. Sonra və mə hum bimü'mininə inanmadıkları halda burada ha, vav fərfi halvavıdır. Mə, leysə mənasında işlədilən inkar ədatıdır. Hum, mənin ismi sayılır. Münfasıl zəmir, yəni şəxs əvəzliyidir. Kişi cinsindədir, üçüncü şəxsdədir və cəmdədir. Bimü'mininə kəlməsində bi təkid üçün gələn zaid hərfdir, yəni ön qoşmadır. Mənin, demək üstəgəl mənin xəbəri. Bidən sonra mü'minin isə nədir? Xəbərdir. Mü'minunə kəlməsi feilin 4-cü babının ismi failidir. Əmənə mü'minun.